İlk qonağımız da həmin igid oğlanların uğurlarında pay sahibi olan, onları ifasıyla qələbədən qələbəyə səsləyən bizim dəyərli ifaçımız, hərbi diktorumuz Şəmistan Əlizamanlıdır. Hoş gelmişsiniz Şəmistan müəllim. Sağ olun. Buyurun, gəlin əyləşin. Sizin mahnılarınızda elə bir başqa bir güc var. İnsan doğrudan da, yenə də deyirəm, vətənə sevgini artırır, başqa bir hisslər keçirsən, biraz nostaljiya gelirsən, ulu türk kökünə gedirsən. Çox maraqlı bir enerjisi var mahnılarınızın. Xoş gəlmişsiniz. Sağ olun, minnətdaram. Gözəl sözlərə görə çox sağ olun. Əlbəttə, indi bu mahnılar vətənlə bağlıdır. Yəni, xalqımız da vətənpərvər xalqdır. Azərbaycanda bir vətənpərvər olmayan insan tapa bilməsin. Vətənimizi sevirik. Bəli. Şükürlər olsun. Şükürlər olsun ki,
uzun müddətdən sonra başda cənab Ali Başkomandan olmaqla xalqımız ordumuzun ətrafında bir yumruq kimi birləşdi və cəmsi 44 günün içində dünyada analogu olmayan möhtəşəm bir qələbəni Tamamilə razıyam. təqdim elədi. Böyük işdir. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Allah qazilərimizə can sağlığı versin. Allah ordumuzu var eləsin. Amin deyirik. Doğrudan da sözə